Bugün daha bir aktual mövzu haqqında danışmaq istəyirəm. Bu da anadan gəlmə ürək qüsurlarıdır. Anadan gəlmə ürək qüsurları nadir rast gəlinsə də belə, amma təəssüf ki, həm kardioloqlar, həm terapevtlər, həm ailə həkimləri, o cümlədən radioloqlar belə müxtəlif digər səbəblərə görə apardıqları müayinələrdə böyük yaşlı şəxslərdə həmin anadan gəlmə ürək qüsurlarını diaqnostika edirlər. Düzdür, təhlillər göstərir ki, istər Azərbaycanda, istərsə də Qərb Avropa ölkələrində anadan gəlmə ürək qüsurları ilə olan insanların təxminən 90-95%-i elə uşaqlıq dövründə müxtəlif cərrahi və qeyri-cərrahi metodlarla müalicə edilmiş olur. Lakin onların bir qismi təəssüf ki, aşkarlanmamış qaldıqları üçün artıq böyük yaşlı dövrlərində digər səbəblərə görə həkim müayinəsinə gəldikdə o zaman aşkarlanmış olur. Anadan gəlmə ürək qüsurları onlar müxtəlif səbəblərdən inkişaf edir və ən ciddi səbəblərdən biri əlbəttə ki, genetikdir. Bəzən bu anadan gəlmə ürək qüsurları ailədən ailəyə, yəni nəsildən nəsilə ötürülür. Amma bununla yanaşı digər səbəblər də var ki, bunların sırasında ilk növbədə viruslu infeksiyaları qeyd etmək lazımdır. Qrip virusu konkret olaraq ana bətnində dölün inkişafına təsir göstərə bilir və qrip virusuna yoluxduqda ana, xüsusilə də ilk trimestrdə, yəni hamiləliyin ilk trimestrində o zaman körpədə doğulduqda biz anadan gəlmə ürək qüsurlarını görürük. Digər əlbəttə ki, viruslarda buna səbəb ola bilər. Bununla yanaşı nəzərə almaq lazımdır ki, bəzi dərman preparatlarının qəbulu, xüsusilə də epilepsiyaya qarşı misal üçün dərmanların qəbulu döldə anadan gəlmə ürək qüsurlarına səbəb ola bilər. Digər bir ürək qüsurları adi ağrı kəsici sayılan temperaturun aşağı salınması üçün istifadə olunan tez-tez ibuprofen kimi dərman preparatının istifadəsi nəticəsində yarana bilər. Xüsusilə də əgər ibuprofen hamiləliyin sonuncu trimestrində əgər ana qəbul edibsə o dərmanı, o zaman uşaqda doğulduqda anadan gəlmə ürək qüsurunu biz görə bilirik. Anadan gəlmə ürək qüsurları bir çoxsu elə doğulduqda özünü biruza verir. Yeni doğulanda artıq biz ciddi ürəklə bağlı, ağciyərlə bağlı problemləri görürük. Onlar dərhal müayinə olunur, diaqnoz qoyulur və cərrahi müdaxiləyə məruz qalırlar və bundan sonra da öz həyatlarını normal davam etdirə bilirlər. Elə ürək qüsurları da var ki, onlar çox uzun illər, hətta 30, 40, 50 yaşlarına qədər belə simptomsuz keçir. Yəni yalnız təsadüfi digər səbəblərdən aparılan rentgen müayinəsi olsun, exokardioqrafiya müayinəsi və yaxud kompüter tomografiyası, ultrasəs müayinəsi vasitəsilə onlar aşkar olunur. Təsadüfi tapıntı kimi. Və bu əlbəttə ki, ona dəlalət edir ki, həmin ürək qüsurları uzun müddət simptomsuz keçibdir. Heç insanın özü bu barədə bilməyibdir. Amma elə ürək qüsurları da var ki, onlar müayinə zamanı adi fiziki müayinədə belə aşkarlana bilir. Çünki ürəyə qulaq asdıqda həkim ürəkdə küy eşidə bilər, misal üçün. Və belə hallarda həkim daha irəli müayinə metodlarına yönəldə bilər. Exokardioqrafiya olunsun, kompüter tomoqrafiya olunsun və s. Ürək qüsurları eyni zamanda ciddi patologiyalara da səbəb ola bilər. Xüsusilə də ürək qüsurları biz dedikdə onları təxminən 3 növə biz bölə bilərik. Onların yerləşməsindən asılı olaraq. Misal üçün, ürək qapaqlarının qüsurları ola bilər. Ürək qapaqlarının qüsurları bir müddətdən sonra ciddi problemlərə səbəb ola bilər və onların cərrahi müdaxilə ilə aradan qaldırılması tələb olunur bir çox hallarda. Digər tərəfdən ürəkdən çıxan iri damarların qüsurları ola bilər ki, misal üçün ən tez-tez rast gəldiyimiz ürək damarlarının yer dəyişməsi və yaxud ürəyə gələn ağciyərdən damarların tamamilə fərqli bir yerə boşalması anomaliyaları müşahidə edilə bilər. Nadir patologiya olsa da belə biz bunları klinik praktikada görürük. Digər tərəfdən əlbəttə ki, ürəyin özünün, əzələsinin defektləri, qüsurları ola bilir. Tez-tez rast gəldiyimiz patologiyalar bu əlbəttə ki, mədəciklər arası çəpərin defektidir, qulaqçıqlar arası çəpərin defektidir. Yəni ürəyin 4 kamerası və bu 4 kamerasının 2 kameralar arasında olan o çəpərin defektidir. Yəni çəpərlər arası süni bir keçidin olmasıdır. Bununla yanaşı qeyd etmək lazımdır ki, bəzi ürək qüsurları digər genetik xəstəliklərdə rast gəlinir. Misal üçün, Down sindromlu uşaqlarda biz ürək qüsurlarını tez-tez görürük. Ona görə genetik xəstəliyi olanların skrining müayinələrinə qatılması olduqca önəmlidir. Amma bütün hallarda ürək qüsurları bəziləri
özünü tez biruzə verir, digərləri uzun müddət gizli qalır. Buna baxmayaraq müayinələr zamanı ürək qüsurlarına bir şübhə varsa və yaxud fiziki müayinə zamanı ürəkdə küy varsa və yaxud başqa bir səbəblərdən ekokardioqrafiya, yəni ürəyin UZI müayinəsi həyata keçirilibsə və orada hansısa bir patologiya aşkarlanırsa, mütləq qaydada onun kardioloqla məsləhətləşmək lazımdır. Kardioloq irəli müayinələr təyin edəcəkdir. Bəzi hallarda da əlbəttə ki, ürək damar cərrahının prosesə cəlb olunması və ürək cərrahının da öz fikirlərini bildirməsi olduqca önəmlidir. Çünki sakit qalan ürək qüsurları belə istənilən an çox ciddi fəsadlaşmaya, ağırlaşmaya səbəb ola bilər. O cümlədən insultlara gətirib çıxara bilər. O cümlədən ağciyərin ciddi ağırlaşmasına gətirib çıxara bilər. Ona görə mütəmadi müayinələrin edilməsi həm böyük yaşlarında, amma xüsusilə də pediatrik kardioloqlar xüsusi tərəfindən uşaqlıq dövründə mütəmadi müayinələrin aparılması olduqca önəmlidir və bu ciddi şəkildə tövsiyə olunur.